I'ma make you taste it. Come y'all now, wine down low. Shake your body and lose control. Salam aleykum əzizlərim, necəsiniz? İnşallah ki, yaxşı olasınız. Yepyeni bir Free Fire videosu ilə qarşınızdayım. Bildiyiniz kimi güncəlləmə yaxınlaşır artıq. Onun haqqında məlumat vermək istəyirəm sizə. Deməli, o 55-də yeni bir karakter, 4 silah, bir də təzə mod gəlir. İlk öncə sizə bir dənə karakteri göstərim. Karakter budur. Özəlliyi də elə ki, işınlanma kimi bir şeydir. Ona oxşar karakter var əslində, amma biraz bu fərqlidir. Gəlin sizə silahları göstərim, eğitimə girim. Silahlar 4 ədəd silahımız gəlir. Məncə qəşəng silahlardır. Onları göstərim bir dəqiqə sizə. Deməli, 4 dənə silahımız bunlardır. İlk öncə Havk adlı silahımız götürürük. Bu uzaq mənzilli silahdır. Necə ki VSK zat kimi belə bir şeydir bu. Məncə amma VSK-dən daha yaxşıdır. Atışını görürsünüz yəqin ki, atışı zadı da belənçinədir. Uzaq mənzilli həqiqətən qəşəng silahdır bu. Göstərim sizə, belə baxın. Vuruşları belədir. Əldə tutduğum belədir. İkinci silahımızı göstərək. Scorp'dur adı silahımızın, onu da göstərim sizə. Bu silah biraz yaxın məsafə silah kimidir. Gördüyünüz kimi yaxından belənçinə vurur. Qəşəng kafaya meyilli silahdır həqiqətən də. Uzaqdan da belə vurur. Yəni uzaqdan da tutur hədəfi. Az da vursa hasarı. Belənçinə yaxından vurur, baxın. Gəlin sizi o birisi silahlarla tanış eləyim. Baxın o birisilər. Bu silahın adı RPK-dır. Bu biraz necə deyirlər, korda oxşardı, ayaqlığı açılır oturanda. Baxın, oturursunuz, ayaqlığı açılır. Vuruşu da belədir, qəşəng vurur, pis vurmur. Eynən kort kimidir, yəni kortdan biraz fərqli olar sadəcə. Uzağa da belə vurur, uzaq mənzilli silahdır, yəni bildiyiniz kimi. Ayaqlığı açılır belə. Nəysə, gəlin sizə o birisi silahı da göstərim, 4-cü silahımızı. M7 adı silahımızın, bu da qəşəng silahdır məncə. Görürsünüz vuruşun. Silahların belə XM8 oxşuyur məncə də bu silah. Uzaq mənzilli silahdır. Baxın gördüyünüz kimi. Bir də gəlin sizə bu yeni gələn karakterin özəlliyini göstərmək istəyirəm. Karakterimizin özəlliyi budur ki, uşaqlar. Deməli, buruqlanı göndərir, ışınlanır. Buruqlan hara gedirsə, yəni buradan həminki kimi o bir oxşar karakter var. Bax, onun kimi yenə ışınlana bilirsən istədiyin yerə. Buruqlan hara gedirsə, ora ışınlana bilirsən. Hətta bu yeni gələn karakteri gördüyünüz kimi atırsınız, qardiyanın içindən keçir. Yəni divarın içindən keçmir, amma qardiyanın içindən keçib gedə bilir. Bir də uşaqlar, bu yeni güncəlləmədə belə bir şey gəlir ki, yəni baxın, burada bu hörümçəyi götürürsünüz. Artıq hörümçəyi özünüz idarə edə bilirsiniz. Yəni atırsınız, istədiyiniz yerə aparıb adama yapışdıra bilirsiniz. Onu sizə göstərim. Yəni bu yeni güncəlləmədə gəlir. Gördüyünüz kimi özünüz hörümçəyi idarə edə bilirsiniz. Gedirsiniz düşmənin yanına, aparırsınız düşmənin yanında, bax yapışdırırsınız belə. Beləcə siz hörümçəyi idarə edə bilirsiniz. Bu yeni güncəlləmədə hamısı gələcək yaxın bir zamanda. Bir də uşaqlar, belə bir bombamız gəlir. PUBG-də olduğu kimi belə bir bomba gəlir Free Fire-da. Atırsınız, belə yerdə alov gəlir. Bu həm qardiyanı qırmağa yarayır, həm də ki düşmənin canını azaltmağa yarayır. Triple kill. Video bura qədər idi əzizlərim. Videonu bəyənib kanala abunə olmağı yaddan çıxarmayın. Öpürəm sizi, sağ olun.